Bir qadın Şeyx Albani rahimehullahın yanına gəlir və deyir ki, ey şeyx, mən ərə getməmişdən əvvəl oruç tutan, namaz qılan bir insan idim. Quran oxumaqdan xüsusi həzz alırdım. İndi isə itaətlərin şirinliyini tapa bilmirəm. Və Şeyx Albani ondan soruşur, həmin qadından, deyir ki, həyat yoldaşına qarşı necə qayğı göstərirsən? Qadın deyir ki, şeyx, mən sizdən Quran, oruc, namaz və itaətlərin şirinliyi barədə soruşuram. Siz isə məndən həyat yoldaşım barədə soruşursunuz. Şeyx deyir ki, bəli ey bacım. Bilirsənmi nə üçün bəzi qadınlar imanın şirinliyini, itaətlərin verdiyi həzzi və ibadətlərin gözəl təsirini hiss etmirlər. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir ki, qadın ərinin haqqını ödəmədikcə imanın şirinliyini tapmaz. Həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, əgər qadın ərinin haqqını bilsəydi, əri yemək yeyib qurtarana qədər ayaq üstə onun xidmətində durardı.